Salam, hər vaxtınız xeyir. Yenə videonu belə başlamaq istədim. Mən nə vaxt buradan çəkirəm, küçəmizi çəkirəm. Kommentlərdə yazırlar ki, bəs nə qəşəng küçəniz var, səliqəli, təmiz. Düzdür, mən də çox sevirəm bu küçəni. Heydər Əliyev prospektidir, Göygöldə. Çox yaxşıdır bura. Həm qəşəngdir, çünki hər yerdə evlər eynidir. Hər dəfə eyni cür düzəldirlər evləri. Həm də belə səliqəli olur, həmişə təmiz olur. İndi prosta bugün külək olub deyə buralarda belə zibillər var. Yoxsa ki, hər gün səhərlər gəlib buraları süpürürlər də. Adamlar oyanmamış, artıq süpürürlər buraları. Amma bu günlərim çox bərk külək oldu deyə, ona görə belə zibildir buralar biraz. İndi onu inşallah sabaha süpürəcəklər ucu. Amma belə qəşəngdir buralar. Göydə açıqdır, aydındır. İnşallah ki, bugün yağış yağmaz. 2 gün yağış yağmayacaq, amma küləkdir də. 2 gündən sonra yenə yağışlar başlamalıdır. İndi də düşmüşəm həyətə. Görürsünüz də buralar necə ot basıbdır. Hamısı yağışdan sonra oldular belə. Həm də axır vaxtım yoxdur. Ancaq ev işlərini çatdırıram deyə. Buralara düşə bilməmişəm. Elə bugün dedim, biraz vaxtım var, düşün biraz təmizləyim. Reyhan da əkmişik burada. Əlcəyimi də tapmışam, iş görəcəm, otları eləyəcəm deyə. Əlimi bulamasınlar ona görə. Burada reyhan əkmişik. Keçən dəfə alanda kökü var idi deyə elə dedik əkək. Burada pul gülüdür. Pul gülündən biraz qırılmışdı. Onu əkdik ki, çıxsın yenə. Başqa da elə belə adi dənələrdən əkmişik, çıxıblar. İndi başlayayım. Birinci bu yekələrdən biraz qopardım. Yer nəmdi deyə yağışdan sonra. Ona görə yaxşı çıxacaqlar. Sonra da süpürməliyim. Yarpaqlar gəlib tökülüb burada. Yağış da üstünə yağıb vapşe çürüyən kimi olublar. Amma rahat olur. Şükür ki, rahat qopartmaq olur. Dünən sizə çəkə bilmədim. Başım qarışdı, elə saraqladı deyə tez qaçdım evə. Bu qədər yığa bildim. Elə basa-basa belə yığmışam, yəni çoxdur. Xeyli vaxt yığmışam, amma hələ burada çoxlu görüləcək iş var. Otlab çoxdur deyə buralar. Düzdür, buraları təmizlədim, süpürə bilmədim. Həm külək idi, həm də vaxtım olmadı. İndi inşallah bugün işdən gələndən sonra düşün buranı süpürüm, biraz da yenə otlardan yığım. Elələr ki, var ki, saxladım. Məsəl üçün bu landış olmalıdır məncə. Bundan qəşəng çiçəklər açır, ona görə saxlamışam. Bu məsəl üçün şüyüddür. Ona görə elə belə saxladım. Nə bilim, xoşum gəldi, ona görə bunu qopartmadım. Bu kək otudur, ona görə buna dəymirəm. Sadəcə içini belə süpürəcəm ki, bu içi təmiz dursun. Bu da buna nə deyirlər, turşu qoyanda, şoraba qoyanda bunu içinə qoyurlar ki, bu bərk saxlayır da şorabanı. Bu odur. Belə də dibcəkdə əhmişik. İndi bunu şoraba tutanda içinə qoyacağıq bunu. Bu da yenə dediyim kimi, bu da şüyüddür. Ona görə buna da dəymədim. Belə, oralara da gərək təmizləyərəm. İndi də düşdüm ki, 1-2 dənə gül dərim. Kəsim, qayçımı da götürmüşəm. 1-2 dənə kəsim aparım evdə. Vazda qoyaq. Belələrini götürəcəm. Bunlar çox açıblar. Bunları evə aparan kimi 2 sahada töküləcəklər. Ona görə belələrini bir neçəsini aparım. Burada da var. Aparım qoyum evdə. Mətbəxdə xoşum gəlir. Gülləri qoydum vazaya. Güldana. Balaca götürdüm. Çünki güllərin o şeyləri balaca idi də. Ona görə balacanı götürdüm. Həm də yağışdan sonra bu 2 gün bundan qabaq çox bərk yağış yağdı. Onda gülləri belə zədəliyib. Görürsünüz necə olublar belə.
qabaq qəşəng idi, dərirdim uşaqlar. Sarı bağçaya aparmışdı qızlar məktəbə. İndi yaxşı deyildi, eləmirəm. Görsün necə buralarının belə xarab kimi görsənir. Bir də onu çəkmək istəyirdim ki, indi qənd qoyacam mən ora. Həmişə qənd qoyuruq. İndi bilmirəm, bu xeyri olur, yoxsa yox. Həmişə gül qəddana qoyanda içinə qənd qoyuram. O əriyir. Nə bilim, deyirlər ki, gül onda daha yaxşı qalır, daha gec solur. Sizlə bir şey də bölüşmək istəyirdim ki, görürsünüz burada necə qaradır. Burada badımcanı kabab eləmişik, üstündə dəmir qoyub da qazın üstündə. Badımcanın suyu belə bura tökülüb, yanıbdı. Sürtdüm, alınmadı. Nəylə sürtdüm, alınmadı. İndi soda tökəcəm. Biz həmişə belə olanda üstünə soda tökürük. O, haradasa bir 3 gün bunu eləyirəm belə. Bu soda bunu tamam aparır, bu qarasını. İndi bilmirəm, sizin də qaz peçinizdə belə olar, yoxsa yox. Bizimkində materialı bundan da bilmirəm nədəndir, amma aparır. Yəni, əgər kimdəsə belə bir ləkələr var, sınaya bilərsiniz istəsəz. Buraları görürsünüz necə təmizdir, çünki burada heç nə eləmirik. Ona görə eləməmişik. Ona görə buralar təmizdir. Amma burada badımcanı kabab elədik deyə belə qaraldı. İndi ona görə sodanı mən hər dəfə, hər axşam yuyanda bu qaz peçini yuyandan sonra belə soda tökəcəm 1-3-4 gün. O tamam aparacaqdı bunun qarasını. İndi əlimdə kamera elədim deyə, əlimdə telefon. Ona görə qıraqları da belə töküldü. İndi təmiz olandan sonra da sizin üçün çəkərəm necə təmizlədi soda bunu. Burada da yenə uşaqlar üçün vafli bişirirəm. Vaflini çox sevirlər deyə. Hər dəfə yox, həftədə 1-2 dəfə eləyirəm bundan uşaqlara. Həm səhər yeyirlər, həm də məktəbə aparırlar. Məktəbdə də uşaqlar bəyənir. Ona görə çox eləyirəm ki, çox qoyum məktəbə ki, orada sinif yoldaşlarına da verirlər. Bu gün birazca qatı eləmişəm. Onu çox tökmüşəm. Gərək süd əlavə eləyərdim. Yenə südlə eləyirəm. Qatıqla eləyəndə yumuşaq çıxır. Amma südlə eləyəndə qəşəng olur. Güllərim də həmişə kimi yanımdadır. Mən mətbəxdə iş görürəmsə güllər olmalıdır burada. Hazırdır. Çox tökəndə belə qəşəng olur, bütöv olur. Amma az tökəndə qıraqları belə qalır. Bunda nə qədər çox tökmüşəmsə qırağa da çıxıbdır.